Salam herkese. Biz bugün sizinle kimya 7. sınıf fen müsabiqələri, ona ait sualları işləyəcək. Gəlin indi isə suallarımıza baxaq. Birinci sualımızda deyir ki, adi şəraitdə bərk halda olan qeyri-metalları göstərin. Bizdən həm bərk halda olsun, həm də ki qeyri-metalları istəyir. Gəlin baxaq. Azot. Azot qaz halındadır. Ona görə bu silinəcək. Bunu götürməyəcək. Karbon. Karbon yazıbsa bu bərk haldadır. Karbon qazı yazsaydı bu qaz halında olardı. Karbon yazıbsa bu deməli bərk haldadır. Həm də qeyri-metal olduğu üçün biz ikini də götürəcəyik. Keçək üçüncüyə fosfor. Fosfor da bərk haldadır və qeyri-metal olduğu üçün bunu da götürə bilərik. Ozon. Ozon bildiyimiz kimi ozon qazı var. Ozon da qaz olduğu üçün bunu götürə bilmərik. Bunun üstünə xətt çəkirik. 5. Kükürt. Kükürt bərk haldadır və qeyri-metal olduğu üçün 5-i də götürə bilərik. Sonra 6. Brom. Yəni qeyri-metaldır ki, maye haldadır. Ona görə maye halda olduğu üçün bunların da üzərinə xətt çəkirik. Deməli, cavabımız 2, 3, 5. Cavab B variantı eləyir. Keçək digər sualımıza. Y-in nüvə yükünü müəyyən edin. Y-in nüvə yükünü müəyyən etmək üçün bizə ionlar verib XO4 2 mənfi və YO3 mənfi. Hərəsinin də elektron sayını verib. Gəlin biz ilk öncə XO4 2 mənfi ionuna baxaq. Biz birinci dediyim kimi yenə də XO4 2 mənfidən başlayaq. Çünki bizə X-i verib, amma ki Y-i vermədiyinə görə biz XO4 2 mənfidən başlayacağıq. X-in proton sayını verib 16. Yəni birinci bunun proton sayını tapaq, sonra isə elektron sayını taparıq. Əgər X-in proton sayını 16 veribsə, bir dənə X veribsə, o zaman 16 yazırıq, üstünə gəlirik. Oksigenin proton sayını. Oksigenin proton sayı 8'dir. Amma oksigendən bir dənə verməyib. 4 dənə verdiyi üçün 8'i 4'ə vuracaq. Eləyəcək 32. Və bunların da cəmi 48 eləyir. 16 üstə gəlsin. 32, 48. Sonra isə deməli bunun elektron sayı nə qədər olacaq? Proton sayı bildik ki 48'dir. Bəs elektron sayı nə qədər olar? 2 mənfi verib, bu zaman 48'in üzərinə 2 gələcək və 50 eləyəcək. Deməli, XO4 2 mənfinin elektron sayı 50'yə bərabərdir. Əgər A üstə gəlsin 5 50'dirsə, A da bərabər olacaq 45'ə. Tənlik kimi həll etmiş oluruq burada. Sonra isə digərinə baxaq. Sonra bizdən nə istəyir? Bizdən Y-in nüvə yükünü, yəni nüvə yükü də bilirsiniz də, proton sayını istəyir bizdən. Deməli, YO3 mənfinin yəni bu ionun elektron sayı 45'dir. İndi isə YO3 mənfinin proton sayını tapaq. Əgər elektron sayı 45'dirsə, mənfi verilib. Bu zaman 45'dən 1 çıxacaq, proton sayını tapacaq. Deməli, bunun proton sayı 44 olacaq. 44 proton yerinə B yazaq. 44 protonu varsa, biz oksigenin proton sayını təbii ki bilirik 8'dir və 3 dənə oksigen verdiyi üçün 8'ə vuracaq 24. Və 44'dən 44 protondan çıxacaq 24 protonu. 24 proton çıxanda da qalır bizdə 20 proton. Düzdürmü? Deməli, yerdə qalanda bir dənə Y dəyər. Y2 O3 mənfi versəydi, bu zaman biz 20'ni 2'ye bölərdik. Cavabda 10 tapardıq. Təkcə Y verdiyi üçün, yəni tapdıq ki, Y-in proton sayı 20'yə bərabərdir. Deməli, cavab burada ikinci sualda tapdıq ki, cavabımız 20'dir. 2'də cavabımız D oldu. İndi isə keçək digər sualımıza. Üçüncü sualımızda deyir ki, qum su qarışığı üçün hansı ifadələr doğrudur?
Qum su bildiyimiz kimi homogen qarışıq deyil, heterogen qarışıqdan görə biri götürməyəcəyik. Çünki bizdən doğrular istəyir. Durultma üsulu ilə ayrılırlar. Xeyr. Durultma üsulu ilə nə vaxt ayrılırlar? Heterogen olub emulsiya olarlarsa bu durultma üsulu ilə ayrılır. Bu isə heterogendir, amma ki suspenziya olduğu üçün durultma üsulu ilə ayrılmır. Su üst qum aşağı təbəqədə yerləşir. Bəli, məsələn, bu bizim qabımız olsun. Bu belə bir qabdır. Daha doğrusu stəkan deyək. Stəkan içinə məsələn tökülüb. Bu bizim qabımız və yaxud stəkanımız. Və burada qum buradadır. Qum burada yerləşmiş durumdadır. Qum buradadırsa sudakı, baxın məsələn sudakı burada olacaq. Su isə burada olacaq. Bu bizim məsələn qabımızdır və bura su ilə doludur. Bura isə qum ilə doludur, düzdür. Su üst qum isə aşağı təbəqədə yerləşir. Bu düzgün bir fikirdir. Ona görə 3-ü də götürəcəyik. Suspenziyadır, bəli. Bayaq dedik ki, heterogendir və suspenziyadır. 3, 4 cavabımız C variantı. Geçək 4-cü sualımıza. Glukoza molekulunda olan molekulunda atomlarsa nisbətini göstərin. Glukoza bildiyimiz kimi formulun birinci bilməliyik C6. Glukozanın formulu budur. C6H12O6. Burada da ixtisar gedir. 6, 12, 6'ya böldükdə 6, 6'ya böləndə 1, 12'ni 6'ya böləndə 2, 6'ını da 6'ya böləndə 1, deməli 1, 2, 1 nisbətində olacaq. Cavabımız B variantı olacaq. Keçək digər sualımıza. 5-ci sualımıza deyir, hansı maddənin keyfiyyət tərkibi eynidir? Baxaq. Maddələrin keyfiyyət tərkibi eyni olması üçün onların tərkibində olan maddələrin eyni olması lazımdır. Buna görə də burada keyfiyyət tərkibi eyni olan etil spirti glukoza asetondur. Çünki hər üçündən də karbon, hidrogen və oksigen yerləşir. Yəni 2, 3, 4 A variantı. Keçək digər 6-cı sualımıza. Verilən maddələrə aid xüsusiyyətləri müəyyən edin. Deməli, birincidə yazıb müxtəlif molekullardan ibarətdir. Müxtəlif molekullardan ibarət olan ikincidə, ona görə ikinciyə. Burada həm birinci, həm də ki ikinci müxtəlif molekullardan ibarətdir. Çünki hər ikisində başqa maddələr var və müxtəlif molekullardan ibarət olmuş olur. Ona görə də biri hər ikisinə yazacağıq. Sonra durultma üsulu ilə ayrılır. Təbii ki də ikinci, yəni neft və su. Üçüncü, maddələrin sıxlıqları fərqinə əsaslanır. Bu da ikinciyə aiddir. Yəni maddələrin sıxlıqları fərqinə əsaslanır. Yəni neftin sıxlığı suyun sıxlığından az olduğu üçün neft suyun üzərində qalır. 4-cü homogen qarışıqda təbii ki bu birə aiddir. Sonra 5-cidə kristallaşdırma üsulu ilə ayrılır. Kristallaşdırma üsulu əsasən homogen qarışıqlar üçün nəzərdə tutulmuşdur. Həm kristallaşdırma üsulu da şəkər və su üçündür. Ona görə də cavabımız 5-cidə yəni 1-ə aid olacaq. Cavabımız birinciyə 1, 4, 5, ikinciyə isə 1, 2, 3 aid olur və cavabımız A variantı olacaq. Burada A yazılıb, onu yəni pozulub. Birincidə A yazılıb, ikincidə B, üçüncüdə D, dördüncüdə də D yazılıb. Deməli, burada cavabımız A variantı olacaq. Keçək digər sualımıza. Verilmiş qarşılıqlara görə hansı ayrılma üsulu doğrudur? Neft, su. Burada biraz solğun düşüb deyəm. Tam demək olmur, amma yenə də baxaq. Neft və su. Bu neft və suya ayrılması ola bilməz. Bu neft və sunun ayrılması deyil. Sonra qum və su. Bu distillə üsuludur.
Distilli sulu qum və su distilli üsulunda ayrılmır. Süzmə üsulunda ayrılır. Ona görə bu da deyil. Sonra xörək duzu və su. Baxın, bu C doğrudur. Niyə? Çünki burada görürsünüz orada buxar var. Baxın burada. Bu buxardır da, bu buxardır. Və o buxarlanır. Burada su buxarlanır və qabın içində, gördüyünüz o qabın içində duz qalacaq. Bu zaman, yəni bu düzgündür. C düzgündür. İspirt və su. İspirt və su bilirik ki, ispirt suda həll olunan bir maddədir. Yəni bu, məsələn, bunu ispirt olaraq nəzərdə tutsaq, bunu da su olaraq nəzərdə tutsaq, o zaman bu səhv olacaq. Çünki burada qarışdırılmamışdır. Yəni bir-birində həll olmayıb. Amma bildiyimiz kimi ispirt suda həll olur. Burada həll olmadığı üçün bu təbii ki də benzin, su, benzol su və yaxud da neft su ola bilər. Amma burada sarıdırsa, deməli ya benzin sudur, ya benzol sudur falan. Yəni bu da düzgün deyil. Bu durultma üsulunda bildiyimiz kimi, yəni spirtlə suyu durultma üsulunda həll etmək. Bizdən doğrunu istəyirdi. Bəli, cavabımız C variantı olur. Sağ olun dostlar, hələlik biz bugün 7 sualı sizinlə paylaşdıq, həll etdik. Gələn videolarımda digər suallarda həll edəcəyim, sizinlə paylaşacağım. Hələlik dostlar.